3-cü MDB oyunlarında güllə atıcılığı üzrə yarışlar davam edir. Azərbaycanlı güllə atıcısı Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada ikinci yeri tutub. Kişilərin yarışında isə Vladislav Kalmukov eyni məsafəyə pnevmatik tapançadan atəş açmada 6-cı yeri tutub. Azərbaycanın qılınc oynatmanın şpaqa növü üzrə qızlardan ibarət milli komandası yarımfinal mərhələsində Özbəkistanla üzləşib. Gərgin mübarizə şəraitində keçən oyun rəqibin 45-37 hesablı qələbəsi ilə tamamlanıb və millimiz gümüşlə kifayətlənib. İdmançımız Xədicə Həsənli turniri belə dəyərləndirib. Bugünkü yarışda komanda olaraq biz 3-cü yerə layiq görüldük. Əslində biz bugün bura qızıl medal üçün gəlmişdik, çempionluq üçün gəlmişdik. Bizim ilk qarşılaşma özbək rəqibimizlə oldu. Deməzdim ki, biz təcrübə baxımından uduzduq. Sadəcə onlar bizdən biraz da olsa strategiyanı yaxşı qurmuşdular. Ona görə də biz onlara uduzduq. Ancaq bu MDB yarışı qarşıdakı yarışlarımıza hazırlıqdır. Qarşıdan İslam oyunları gəlir, daha sonra Avropa və Dünya çempionatlıqları gəlir. Biz hal-hazırda ora hazırlaşırıq və inanıram ki, biz orada daha yaxşı nəticə verib bayrağımızı yüksək zirvələrdə dalğalandıracağıq. Qılınc oynatmanın sağ Çox yüksək səviyyədə keçirirdi. Azarkeşlərin dəstəyi, tamaşaçıların dəstəyi insana çox motivasiya verirdi. Bunun üçün mən bizə dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. İnşallah məqsədimiz gələcəkki yarışlarda daha yaxşı hazırlaşıb daha yaxşı nəticələr əldə etməkdir. Digər pəhləvanlarımıza gəlincə, 65 kiloqramda Hüseyn İsmailov və 80 kiloqram çəkidə Əli Hacıyev gümüş medala yiyələniblər. 49-da Xədicə Qurbanzadə, 65-də Esra Məmmədli, 55 kiloqramda İbrahim Süleymanov və ən ağır çəki 110 kiloqram çəkidə Hakim Tağıyev bürünc medal qazanıblar. 9-cu günün sonunda medal sıralamasına 89 qızıl, 40 gümüş və 28 bürünc medalla Rusiya başçılıq edir. Azərbaycan 23 qızıl, 44 gümüş və 72 bürünc medalla ikincidir. 20 qızıl, 23 gümüş və 41 bürünclə Belarus ilk üçlüyü tamamlayır.